Selamünaleyküm dostlar. Salam. Hacıqabul rayonu Talış kənd sakinləri. Sizə bir məsələni xatırlatmaq istəyirəm. Dediklərimin əksəriyyətindən demək olar ki, az-çox məlumatınız var. Hacıqabul rayon Ələsgər Əliyevovna Talış kənd tam orta məktəbin əsaslı təmiri ilə bağlı bir neçə məlumat çatdırmaq istəyirəm. Deməli, 2022-ci ilin dekabr ayından Azərbaycan Elm və Təhsil Nazirliyi, Ombudsman aparatı və Prezident administrasiyasına dəfələrlə yazılı və şahi müraciətlər ünvanlamışıq ki, bizim məktəbimizin əsaslı təmiri həyata keçirilsin. Məktəb binası SSR-dən qalmada 74-75-ci illərdə tikilib istifadəyə verilib. Elm və Təhsil Nazirliyinə bizə gələn məlumatda bildirilir ki, dövlət başçısının 2019-2023-cü illərdə dövlət proqramına əsasən, sərəncamına əsasən belə bir respublika ərazisində köhnəlmiş məktəblərin əsaslı təmiri nəzərdə tutulub və Talış kəndi tam orta məktəbi də bu əsaslı təmirə möhtac məktəblərdən biri olduğu üçün həmin məktəbin də əsaslı təmiri nəzərdə tutulub. Lakin illər keçsə də hal-hazırda üzərindən 4 il keçib, məktəbimiz hissə-hissə təmir olunur. 2025-ci ilin sonlarında məktəb istilik təchizatı ilə təmin olundu uzun müsibətdən sonra. Lakin tikinti işləri hələ də yarımçıq qalıb. Bəzi 10-12 otaq, sinif otaqları təmir olunub, sanitar qovşağı təmir olunub, lakin bir çox nöqsanları var. Akt zalımız yoxdur, informatika otağı yoxdur, normal kitabxana otağı yoxdur. Hətta bugünkü gündə idman zalı köhnədən qalmadan, yəni ölçülərə, standartlara uyğun idman zalı bugünkü gündə təmir olunsa da belə günümüzün idman zalının standartlarına uyğun deyil. Tikinti işləri keyfiyyətsiz şəkildə aparılıb. Tam keyfiyyətli işlər demək olar ki, aparılmır. Əksər işlər keyfiyyətsiz. Dam örtüyü dəyişilib, pəncərələr dəyişilib, nə bilim, pəncərə altlıqları mərmər daşdan olmaqdan bizim o bildiyimiz kalsuk plastik bir materialdan quraşdırılıb, o da yararsız bir hala gəlib düşüb. Audit yoxlama aparsız, mən sizə əminliklə deyirəm. Əgər tikinti sahəsində mütəxəssis olmuş şəxslər gəlib əgər audit yoxlama aparsalar, məktəbin təmirinin keyfiyyətsiz bir təmir olduğunu görəcəklər. Fövqəladə hallara cavab verməyən, tikinti standartlarına uyğun olmayan bir şəkildə tikinti işləri aparılıb, təmir işləri aparılıb. Mən buradan üzümü tuturam Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Azərbaycan Prezidentinin administrasiyası rəhbərliyinə, Ombudsman aparatına və digər aidiyyatlı qurumlara bu işə nəzarət edəsiniz, diqqət yetirsiniz. Ölkənin heç bir yerində belə bir hadisə baş vermir. Belə bir vəziyyət yoxdur ki, Maliyyədən, Maliyyə Nazirliyindən, İqtisadiyyat Nazirliyindən müəyyən qədər az bir məbləğ ayrılsın, maliyyə vəsait ayrılsın ki, bu məktəblər təmin olunsun. Yarım-yarım belə bir məktəb yoxdur.